Həzrəti Məhəmmədin nəvəsi Ümmü Gülsüm Peyğəmbərin yaxın dostu olan Həzrəti Ömər ilə evli idi. Belə olduğu halda Ömər Məhəmmədin həm dostu, həm də kürəkəni idi. Həzrəti Ömərin qızı Hafsa isə Həzrəti Məhəmməd ilə evlənmişdi. Yəni Həzrəti Ömər Həzrəti Məhəmmədin həm dostu, həm qaynatası, həm də onun nəvəsi ilə evli olduğu üçün kürəkəni idi. Həzrəti Əli Həzrəti Məhəmmədin həm əmisi oğlu idi, həm də onun qızı Həzrəti Fatimə ilə evli olduğu üçün kürəkəni idi. Həmçinin Həzrəti Əbubəkirin qızı Ayşə Həzrəti Məhəmməd ilə evlənmişdi. Yəni Həzrəti Əbubəkir həm onun yaxın dostu, həm də qaynatası idi. Həzrəti Osman əvvəl Həzrəti Məhəmmədin qızı Ruqiyyə ilə evlənir. O rəhmətə gedəndən sonra isə Məhəmmədin digər qızı Ümmü Gülsüm ilə evlənir. Yəni hər iki bacı ilə evlənərək 2 dəfə Həzrəti Məhəmmədin kürəkəni olur. Həzrəti Məhəmmədin nəvəsi Ümmü Gülsüm öz babasının dostu və həm də kürəkəni ilə evli idi. Həzrəti Məhəmmədin övladlığa götürdüyü Zeydin həyat yoldaşı Zeynəb boşanmış və əvvəl onun qaynatası statusunda olan Həzrəti Məhəmməd ilə evlənmişdi. Nə bu evliliklər, nə də Qurandakı mistik əfsanəvi dənizin yarılması, insanın qarışqa ilə söhbət etməsi, nə də cənnətdə vəd edilən şərab çeşmələrinə görə İslamın əslində məntiqdən kənar olub cəmiyyətləri geri saxladığını demək doğru deyil. Məsələnin kökündə daha dərin və fundamental əsaslar var. Bugün ateist olub İslama hücum edən əksəriyyət məsələni bir neçə mistik, məntiqi və reallıqdan uzaq olan İslami fikirləri tənqid, bəzən lağlağı edərək mübahisələrə girir. Bu isə məsələnin ümumi dərinliyində heç də doğru yanaşma deyil. Nə Allahın varlığını müsəlman faktiki və elmi əsas ilə sübut edə bilməz, nə də ateist dünyanın necə yarandığını. Ortada yalnız fərziyyələr var. Məsələnin açar nöqtəsi inamdadır. Kimsə inanır, kim isə yox. Amma bugün biz kimin ağıllı, kimin cahil olduğunu yox, İslamın və digər dinlərin müqayisəsində tarixi faktlarla və mövcud vəziyyət ilə müqayisə apararaq İslamda nəyin səhv olduğunu aydınlaşdırmağa çalışacağıq. Din tənqidçiliyinin ən böyük metodoloji xətası anakronizmdir. Yəni keçmişdə baş vermiş hadisələri, formalaşmış sosial münasibətləri və nikah strukturlarını bugünkü 21-ci əsrin hüquq, etika və sosiologiya prizmasından qiymətləndirmək. 7-ci əsr Ərəbistan yarımadasında nikah fərdi sevgidən daha çox qəbilələr arası ittifaqları möhkəmləndirmək, siyasi güclük konsolidasiya etmək və sosial təhlükəsizliyi təmin etmək üçün strateji bir alət idi. Yuxarıda sadalanan daxili nikah zənciri əslində yeni yaranan və hər tərəfdən düşmənlərlə əhatə olunmuş bir dövlətin rəhbər kadrlarını bir-birinə qan qohumluğu bağları ilə bağlaması strategiyası idi. Bunu sadəcə mənəviyyat və ya məntiqsizlik formulası ilə tənqid etmək, tarixin daxili dinamikasını oxuya bilməməkdən xəbər verir. Eyni şəkildə Qurandakı möcüzə hekayələri, metaforik bənzətmələr, dənizin yarılması, heyvanların danışması və ya cənnət təsvirləri sosioloji baxımdan 7-ci əsr insanının idrak və rəmzlər dünyasına uyğun dizayn edilmişdi. Köçəri, susuzluqdan və acılıqdan əziyyət çəkən bir cəmiyyətə ideal sonluğu altından çaylar axan bağlar və şərab çeşmələri ilə izah etmək antropoloji bir zərurət idi. Bu səbəbdən dinə qarşı çıxanların məsələni bu cür zahiri elementlər üzərindən tənqid etməsi normal və elmi deyil. Çünki bu yanaşma dinin cəmiyyəti necə idarə etdiyini, hansı iqtisadi sosial transformasiyalara səbəb olduğunu görməzdən gəlir. Həqiqi tənqid mistik nağıllara yox, dinin fərd və struktur üzərindəki buraxdığı dərin izlərə yönəlməlidir. Ateist və ya agnostik cərəyanların dini tənqid edərkən buraxdıqları ən fundamental psixoloji xəta insanın rasional bir maşın olduğunu zənn etmələridir. Reallıq isə tamamilə fərqlidir. İnsan bioloji olaraq sağ qalmağa, psixoloji olaraq isə xaotik dünyada bir məna tapmağa proqramlaşdırılmış duyğusal bir varlıqdır. Həyatın qəddar, proqnozlaşdırıla bilməyən və sərt ədalətsizliklərlə dolu olan reallığı qarşısında hər bir fərdin eyni soyuqqanlılığı, eyni stoisizm fəlsəfəsini və ya nihilist egzistensializmi qoruması qeyri-mümkündür. Məhz bu nöqtədə dini inanc subyektiv bir illüziya deyil, insan psixologiyasının ən təməli ehtiyaclarını qarşılayan antropoloji bir qalxana çevrilir.
İnsan beyni qeyri-müəyyənliyə qarşı bir bioloji nifrət bəsləyir. Təkamül psixologiyası baxımından ətraf mühitdəki xaosu müəyyən bir nizama sala bilməyən canlı növü daimi stres və kortizol yükü altında yaşayır. Dinlər insana kainatın təsadüfi bir partlayışdan ibarət olmadığını, baş verən hər bir hadisənin, hətta ən böyük faciələrin belə ali bir iradə tərəfindən idarə olunduğunu determinist, səbəb-nəticəli bir dünya modeli təqdim edir. Yaxınını itirən, ağır xəstəliyə yaxalanan və ya struktur ədalətsizliyinin qurbanı olan bir insanın beynində bu sadəcə kör təsadüfdür fikri nevrotik böhran yaradır. Digər tərəfdən, bu Tanrının imtihanıdır və səbr edənlər mükafatlandırılacaq inancı beyində dərhal dopamin və endorfin ifrazını stimullaşdırır, psixikanı dağıtmaqdan qoruyur. Bu, insan növünün ağır travmalar qarşısında özünü müdafiə mexanizmidir. Tarixə nəzər saldıqda görürük ki, təkallahlı dinlər heç də firavanlıq və rahatlıq dövründə deyil, cəmiyyətlərin ən ağır böhran, ədalətsizlik və mənəvi aşınma yaşadıkları geosiyasi qırılma nöqtələrində yaranıb. Yəhudilik Misir köləliyi altında əzilən, humanitar, heç bir hüququ olmayan, hər an öldürülmə qorxusu ilə yaşayan bir kütlənin içindən doğdu. Sərt ədalətsizlik qarşısında bu insanlara siz seçilmiş xalqsız, sizi bu zülmdən qurtaracaq bir yaradan var vədini vermək, Yəhudi etnosunun psixoloji olaraq məhv olmasının qarşısını aldı. Xristianlıq Roma imperiyasının ən qəddar quldarlıq sisteminin zirvədə olduğu, insanların gladiator döyüşlərində əyləncə üçün aslanlara yem edildiyi bir dövrdə meydana gəldi. Həzrəti İsa'nın ilk olanlar sonuncu, sonuncu olanlar ilk olacaq və məzlumlar yeryüzünün varisi olacaqlar vəzi Romanın dəmir dabanı altında əzilən milyonlarla köləyə və yoxsula misilsiz bir psixoloji sığınacaq verdi. İslam 7-ci əsrin Məkkəsində güclünün zəifi tamamilə istismar etdiyi, qız uşaqlarının diri-diri bastırıldığı, faiz və köləlik zəncirinin cəmiyyəti çürütdüyü bir dövrdə ortaya çıxdı. Vahid Allaha ümid etmək və onun mütləq ədalətinə inanmaq Kəbə elitalarının zülmünə qarşı zəiflərin yeganə psixoloji müqavimət aləti idi. Bugün İslama və ya ümumən dinə lağlağı ilə yanaşan radikal ateist intellektuallar əslində öz təhlükəsiz burjua dünyalarından çıxış edirlər. Maddi imkanları yüksək olan, hüququn aliliyi təmin edilmiş bir qərb ölkəsində yaşayan fərd üçün Tanrının yoxluğu fəlsəfi bir ləzzət ola bilər. Lakin Afrikanın ac bir kəndində, Suriyanın bombardman edilən küçələrində və ya yaxın şərqin ədalətsiz məhkəmə sistemlərində boğulan bir insan üçün mütləq ədalət paylayıcısına, yəni Allaha inanmaq lüks deyil, yaşamaq üçün oksigendir. İnsanın bu ağır reallıq qarşısında başqaları kimi soyuqqanlı qala bilməməsi, onun cahil olduğunu yox, sadəcə insan olduğunu göstərir. Din bu mənada metafizik bir anesteziyadır. Həyatın cərrahi əməliyyat qədər ağrılı olan kəsiklərinə qarşı bu anesteziyadan istifadə etmək tamamilə normal və anlaşılandır. Din tənqidçilərinin bu dərin psixoloji ehtiyacı görməzdən gəlməsi onların yanaşmalarının niyə sosioloji reallıqdan uzaq və qeyri-normal olduğunu bir daha sübut edir. Məsələ kimin daha intellektual olması deyil, məsələ insan ruhunun ağrını necə kompensasiya etməsidir. İbrahimi dinlərin, yəni Yəhudilik, Xristianlıq və İslamın tarixi təkamülünə sadəcə səmadan gələn əmrlər toplusu kimi deyil, sosioloji fəaliyyət və cəmiyyətlərin sağ qalma strategiyası kimi baxdıqda, onların hər birinin öz dövrü üçün inqilabi bir hüquq və nizam sistemi olduğunu görmək mümkündür. Bu dinlər yarandıqları xaotik coğrafiyalarda pərakəndə, bir-biri ilə daimi qan davası aparan və heç bir hüquqi çərçivəsi olmayan insan qruplarını mütəşəkkil, vahid ideologiyaya malik sivilizasiyalara çevirmək missiyasını yerinə yetirmişdilər. Eramızdan əvvəl 2-ci minillikdə yaxın şərqdə formalaşan Yəhudilik köçəri və əzilən bir tayfanı, yəni Bəni İsraili qorumaq üçün sərt təməl qadağalar və hüquq sistemi, Tövrat və 10 əmri gətirdi. Yəhudiliyin gətirdiyi ən böyük qadağalardan biri digər tanrılara sitayiş etməmək və etnik saflığı qorumaq idi. Misir, Babil və Kenan mədəniyyətlərinin bütpərəst və çoxallahlıq xaosu içində yox olub getməmək üçün Yəhudilik öz ardıcıllarına ciddi qida və evlilik qadağaları qoydu. Donuz ətinin qadağan edilməsi parazitar xəstəliklərin geniş yayıldığı həmin isti iqlim zonasında antropoloji bir səhiyyə tədbiri idi.
Şabbat isə tarixdə ilk dəfə qullara və hətta ev heyvanlarına belə istirahət hüququ tanıyan sosial bir islahat idi. Bu sərt qanunlar Yəhudi icmasını digər xalqların içində əriməkdən qorudu və onları tarixin ən dözümlü etnosuna çevirdi. Bizim eranın 1-ci əsrində Yəhudiliyin içindən doğan xristianlıq Yəhudilərin milli etnik din modelini qıraraq ümumbəşəri bir çağırış etdi. Roma imperiyasının fərqli millətləri, kölələri və zadəganları eyni inanc çətiri altında birləşdi. Xristianlığın gətirdiyi ən böyük qadağalar və yeniliklər mənəvi aşınmaya, hedonizmə, qəddarlığa və çox arvadlılığa qarşı idi. Roma cəmiyyətində tamamilə normal qəbul edilən qladiator döyüşləri, insanların əyləncə üçün öldürülməsi, yeni doğulmuş arzu olunmaz körpələrin küçəyə atılması və qeyri-məhdud cinsi azadlıqlar xristianlıq tərəfindən qəti şəkildə qadağan edildi. Xristianlıq nikahı müqəddəs elan edərək boşanmanı qadağan etdi və ya çətinləşdirdi. Bu isə imperiyanın təməli olan ailə institutunu yenidən bərpa etdi. Roma imperatoru Konstantinin bu dini qəbul etməsi ilə imperiya hərbi güclə yanaşı həm də mənəvi bir ideoloji zəmin qazandı və Bizans sivilizasiyasının əsası qoyuldu. 7-ci əsr Ərəbistan yarımadasında İslamın gətirdiyi qadağalar və islahatlar birbaşa mövcud sosial fəlakətlərin qarşısını almağa yönəlmişdi. İslam gələnə qədər ərəb qəbilələri arasında mərkəzi dövlət, yazılı qanun və ya məhkəmə sistemi yox idi. Yalnız qan davası və güclünün hüququ keçərli idi. İslamın gətirdiyi qadağalara diqqət yetirək. Sələm, faiz və qumar qadağası, Məkkə oliqarxiyasının yoxsul təbəqəni borc zənciri ilə kölələşdirməsinin qarşısını almaq üçün tətbiq edildi. Spirtli içki qadağası, daimi döyüş və qəbilə qarşıdurmaları içində olan intizamsız bir cəmiyyətdə ayıqlığı və hərbi nizamı təmin etmək üçün mərhələli şəkildə tətbiq olundu. Qız uşaqlarının diri-diri bastırılmasının qadağası və irs hüququ. İqtisadi dəyəri olmadığı üçün yük sayılan qadına ərəb tarixində ilk dəfə rəsmi vərəsəlik və mülkiyyət hüququ verildi. İslam bir-biri ilə vuruşan ərəb tayfalarını ümmət, yəni vahid millət konsepsiyası ətrafında birləşdirərək cəmi 80 il ərzində Pireney yarımadasından Hindistana qədər uzanan nəhəng bir imperiya və sivilizasiya yaratdı. Göründüyü kimi, bu dinlərin gətirdiyi qadağalar dövrün şərtlərinə görə cəmiyyəti geri çəkən deyil, əksinə ibtidai vərdişlikdən sivil nizam formasına keçirən sosial katalizatorlar idi. Qədim və orta əsrlər insanını ancaq fövqəltəbii bir gücün qorxusu və ya cənnət vədi ilə idarə etmək, ona qanunlara tabe olmağı öyrətmək mümkün idi. Bu səbəbdən dinlərin gətirdiyi qaydaları bugünün sivil hüquq normaları ilə müqayisə edib məntiqsiz adlandırmaq tarixi cəhalətdir. İslamın digər dünya dinlərindən əsas fərqi onun sadəcə mücərrəd bir inanc sistemi və ya həftədə bir dəfə icra edilən ritual olmamasıdır. İslam fərdin doğulduğu andan öldüyü ana qədər günün 24 saatını ən xırda məişət detallarına qədər tənzimləyən total bir həyat nizamıdır. Digər dinlər daha çox makro əxlaqi prinsiplərə, yalan danışma, oğurluq etmə və s. fokuslandığı halda İslam hüququ insanın hamamda necə çinməsindən, ayaq yoluna hansı ayaqla girib çıxmasına, dırnaqlarını hansı ardıcıllıqla tutmasından, yatarkən hansı tərəfi üstə uzanmasına qədər hər bir addımı mikro səviyyədə idarə edirdi. Bu vəziyyət fərd və cəmiyyət psixologiyasında dərin və iki tərəfli izlər buraxmışdı. Psixoloji baxımdan bu cür total nəzarət mexanizmi cəmiyyətdə yüksək səviyyəli bir kollektiv intizam və standartlaşdırma yaradır. Gündə 5 dəfə eyni hərəkətlərlə namaz qılmaq, müəyyən edilmiş təmizlik qaydalarına tabe olmaq fərdin iradəsini daimi olaraq məşq etdirir. 7-ci əsrin idarə olunmaz, impulsiv və dağınıq bədəvi ərəbini sivilizasiya qura biləcək mütəşəkkil bir əskərə və vətəndaşa çevirmək üçün bu mikromenecment, yəni xırda detallarla idarə etmə qaçılmaz bir metod idi. Bu qaydalar sayəsində orta əsrlər İslam dünyası təmizlik, yoluxucu xəstəliklərdən qorunma və şəhər mədəniyyəti baxımından Avropadan qat-qat irəlidə idi. Müsəlman şəhərlərində ciddi hamam və kanalizasiya mədəniyyətinin olması bu davranış nəzarətinin müsbət sosioloji nəticəsi idi. Lakin bu dərəcədə ekstremal nəzarətin psixoloji fəsadları da eyni dərəcədə ağır olmuşdu.
İnsan ən təbii və ən instinktiv hərəkətlərinin belə halal, haram, savab, günah, sünnət, bidət qəliblərinə salınması fərddə daimi bir obsessiv, kompulsiv təşviş yaradır. Dəstəmazın pozuldumu, ayaq yolunda duanı səhv oxudunmu, sol əllə su içdiyim üçün günah qazandımmı kimi suallar insanın şuuraltını daimi bir günahkarlıq və qorxu hissi ilə doldurur. Bu sistem fərdi azad düşüncədən, yaradıcılıqdan və sual vermək qabiliyyətindən uzaqlaşdırır. Hər addımı əvvəlcədən müəyyənləşdirilmiş bir fərd artıq öz həyatı üzərində mühakimə yürütmək ehtiyacı duymur. Onun əvəzinə hər şeyi düşünən və qərara bağlayan bir fiqh, din hüququ var. Nəticədə cəmiyyətdə fərdi müstəqilliyi boğulur, sorğulamayan və tabe olan kütlələr formalaşır. İslam dünyasının bu gündə aşa bilmədiyi ən böyük psixoloji böhran məhz buradadır. Formanın məzmunu üstələməsi. Din artıq daxili bir mənəvi təkamül aləti olmaqdan çıxıb, sadəcə formal ritualların düzgün icra edilməsi mexanizminə çevrilir. İnsanlar qlobal etik problemlər, elmi kəşflər və ya insan hüquqları barədə düşünmək əvəzinə enerjilərini saqqalın uzunluğu nə qədər olmalıdır, şalvarın balağı hara qədər qatlanmalıdır kimi ibtidai və formal mübahisələrə sərf edirlər. Bu sosioloji vəziyyət İslam cəmiyyətlərində fərdi intellektin və tənqidi təfəkkürün inkişafını dondurmuş, insanları müasir dünyanın gətirdiyi yeni reallıqlara qarşı çevik qərar vermək qabiliyyətindən məhrum etmişdi. Bu səbəbdən İslamın gündəlik həyata etdiyi total nəzarət keçmişdə bir cəmiyyət yaratmaq üçün faydalı idisə, bugün həmin cəmiyyətlərin intellektual azadlığını boğan ən böyük psixoloji qəfəsə çevrilib. Müasir dünyada İslama qarşı çıxanların ən çox istifadə etdiyi arqumentlərdən biri də müsəlman ölkələrinin iqtisadi, elmi və texnoloji cəhətdən qərbdən və yəhudi kapitalından kəskin şəkildə geridə qalmasıdır. Lakin bu geriliyin səbəbini Qurandakı mistik hekayələrdə və ya möcüzələrdə axtarmaq tamamilə səthi bir yanaşmadır. Mövcud mənzərə dinlərin metafizik tərəflərini deyil, onların iqtisadi mexanizmlərə, elmə və fəlsəfiyə verdiyi institusional icazələrin birbaşa nəticəsidir. Yəhudilik, xristianlıq və İslamın bu sahələrdəki tarixi trayektoriyasını müqayisə etdikdə real sosioloji səbəblər aydın şəkildə üzə çıxır. Yəhudilərin qlobal miqyasda maliyyə və qlobal kapital idarəçiliyində zirvədə olmasının kökündə Tövratda yer alan çox spesifik bir teoloji detal dayanır. Yəhudilikdə öz soydaşından, yəni Yəhudidən faiz almaq qəti şəkildə haram buyurulmuşdu. Lakin yadillilərdən, qeyri-Yəhudilərdən faizlə borc vermək və almaq icazəlidir. Orta əsrlər Avropasında katolik xristianlığı faizi hamı üçün tamamilə qadağan etdiyi üçün xristian krallar, feodallar və zadəganlar böyük müharibələri, coğrafi kəşfləri və infrastruktur layihələrini maliyyələşdirmək üçün yəhudilərə müraciət etmək məcburiyyətində qaldılar. Bu tarixi zərurət Yəhudi icmasını əsrlər boyu Avropanın bankirlərinə çevirdi. Onlar müasir bankçılıq, kredit sistemləri, birja və qlobal kapital şəbəkələrinin əsasını qoydular. Dinlərinin onlara tanıdığı bu iqtisadi elastiklik Yəhudiləri dünyada elmi, mədəni və intellektual layihələri fərdi şəkildə maliyyələşdirə bilən ən güclü etnik qrupa çevirdi. Xristianlıq da orta əsrlərdə Katolik kilsəsinin dominantlığı dövründə elmi kəşfləri boğan, rasional fəlsəfəni küfr sayan ağır bir mövhumat bataqlığında idi. Lakin 16-cı əsrdə baş verən protestant reformasiyası Qərb dünyasının taleyini kökündən dəyişdi. Max Weber'in məşhur sosioloji tezisində əsaslandırdığı kimi, protestantlıq dünyəvi əməyi, istehsalı və dürüst yollarla zənginləşməyi Allaha xidmət kimi qəbul etdi. İkincisi, kilsənin elmi və dini inhisarını qırmaq üçün İncilin yerli dillərə tərcüməsi Avropada savadlılıq bumuna səbəb oldu. Ən önəmlisi isə Avropada kilsənin universitetləri Oxford, Bologna, Sorbonnanı təsis etməsinə baxmayaraq, zamanla bu institutların sekulyarlaşması, yəni dindən ayrılması və müstəqilləşməsi baş verdi. Xristianlıq teologiya ilə rasional elmin yollarını ayıra bildi və bu, Qərbdə intibah və maarifçilik dövrünü başlatdı.
İslam dünyası 9-12-ci əsrlərdə özünün qızıl dövrünü yaşayırdı. Bağdaddakı Beytül Hikmə, İbn Sina, İbn Rüşd, Xarəzmi, Fərabi kimi dahilər rasional fəlsəfə və elmdə Avropadan qat-qat öndə idilər. Lakin bu intellektual sıçrayış qəflətən dayandı və cəmiyyət mövhumat bataqlığına yuvarlandı. Bunun səbəbi nə idi? Ən böyük qırılma nöqtəsi 11-ci əsrdə İmam Əbu Həmid Əl-Qəzalinin rasional fəlsəfiyə qarşı yazdığı kəskin tənqidlər və İslam düşüncəsinə gətirdiyi okasionalizm, yəni hər şeyin təbii səbəb-nəticə qanunları ilə deyil, hər an Allahın birbaşa fiziki müdaxiləsi ilə baş verməsi fəlsəfəsi oldu. Qəzalidən sonrakı dövrdə İslam dünyasında ictihad, yəni müstəqil və azad dini hüquqi mühakimə qapısı bağlandı. Yerini təqlid, kör-koranə tabeçilik aldı. Rasional elmlər tədris proqramlarından çıxarıldı. Din yalnız formal fiqh, yəni hüquq və ibtidai məişət qaydalarının müzakirəsinə çevrildi. Bunun ən bariz tarixi faktı Avropanı intellektual və elmi cəhətdən sürətlə irəli aparan mətbəənin Osmanlı imperiyasına din xadimlərinin haram və bidət elan etməsi qorxusu səbəbindən təxminən 300 il gec gəlməsidir. İslam dünyası bu gün də qlobal problemlərə elmi, fəlsəfi və makro-iqtisadi həllər tapmaq əvəzinə saqqalın uzunluğu, qadının geyimi və ya ayaq yoluna hansı ayaqla girmək kimi ibtidai zəmində müzakirələr aparmaqda davam edir. Bütün bu tarixi, psixoloji və sosioloji faktlar göstərir ki, İslam dünyasının bugünkü geriliyi dinin içindəki mistik nağıllardan və ya metafizik inanclardan deyil, institusional, iqtisadi və intellektual durğunluqdan qaynaqlanır. İslama sadəcə lağlağı edərək və bəzi ayə və hədisləri kontekstdən çıxararaq hücum edən ateist və ya din tənqidçiləri məsələnin bu struktur dərinliyini görə bilmirlər. Dinlər tarix səhnəsində cəmiyyətləri formalaşdıran, idarə edən və dəyişdirən nəhəng sosial mexanizmlərdir. Qərb və Yəhudi dünyası öz inanclarını modernləşdirib, elmi və iqtisadi çevikliyi təmin etdiyi halda, İslam dünyası öz teologiyasını 7-11-ci əsrlərin qəliblərində dondurub. Problemin kökü inancın özündə və ya Allaha sığınmaq ehtiyacında deyil. Problemin kökü zəkanın və tənqidi təfəkkürün qadağan edilməsindədir. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.